Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Yanvar ayının 21-idir. Həftənin çərşənbə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Ayrı-ayrı məmurlar, sabiq məmurlar öz sərvətləri ilə gündəmə gəlirlər. Bu dəfə Rabitə və Yüksək Texnologiyalar Nazirinin sabiq aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları ilə bağlı gündəm demək olar ki, zəbt edib və onun əmlakları hərraca çıxarılıb. News 365 az saytı Musabat.com-a isnadən xəbər verir ki, hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür. Belə ki, Vidadi Zeynalov 2015-ci il noyabr ayında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytullah Hüseynov və digərləri ilə birlikdə həbs edilib və onların əmlaklarının üzərinə həbs qoyulub. İttihamda Vidadi Zeynalovun qulluq mövqeyindən istifadə edərək Nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə əlbir olaraq 73 milyon 590 min manat pul vəsaiti demək mənimsədiyi göstərilirdi. O Cinayət Məcəlləsinin 179.3.2 və 308.2 maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Bəli, nələr var? Demək, artıq Vidadi Zeynalovun ümumi dəyəri 43 milyon manatdan çox olan əmlakına həm özünün, həm övladlarının, həm yoldaşının və bacısının, hətta digər yaxınlarının adına da xeyli sərvət toplayıb. O sərvətdə siyahıya baxaq görək nələr var. Nərimanov rayonu Məsud Əlizadə küçəsində qeyri-yaşayış sahəsi dəyəri 14 milyon 445 min manat. Nərimanov rayonu Akademik Qaşqay küçəsi 110 saylı ünvanında yerləşən mənzil dəyəri 6 milyon 944 min manat. Xətai rayonu Telinov küçəsi ev 24 mənzil 38 dəyəri 125 min manat. Nobel prospekti məhəllə 1212 ev 15 mənzil 260 dəyəri 500 min manat. Demək Yasamal rayonu 533 məhəllə Qutqaşenli küçəsi blok 2 3-cü mərtəbə mənzil 33 dəyəri 148 min manat. Yasamal rayonu 533-cü məhəllə dil dolaşır. Təbii ki, bu qədər sərvəti sadalamağa dil nəinki dolaşır, hətta insan ağlını belə itirə bilər. Bir sözlə Cavadxan küçəsində, Suraxanı rayonunda, Xəzər rayonunda, Nərimanov rayonunda, yenə Nərimanov rayonunda, Xəzər rayonunda, Türkan qəsəbəsində, Mərdəkan qəsəbəsində, Qəbələ rayonu Bum kəndində, Qəbələ rayonunun Bum kəndi, yenə ümumilikdə Yevlax rayonunun Kövər kəndində, Yevlax rayonu Kövər kəndində yerləşən digər bir sahələrdə, bir sözlə İsmayılı rayonunda, Lənkəran rayonunda, ölkənin demək olar ki, bütün rayonlarında Vidadi Zeynalovun sərvəti olub və üzərinə həbs qoyulmuş əmlaklar 43 milyon 489 min 537 manat dəyərində qiymətləndirilib. Real bazar dəyəri isə bundan 2 dəfə artıqdır. Təsəvvür edirsinizmi? Ölkənin sərvətini talayan bir məmurun, bax bu bir məmurun sərvətidir. Hətta onunla bərabər, elə Vidadi Zeynalovla bərabər bir neçə məmur da demək olar ki, həbs olunub və sərvətlərinə həbs qoyulub. Görün, onların hələ nə qədər sərvəti var və dövləti var. Görün, bunlar dövlətə nə qədər zərbə vurublar və hər birimizin haqqımıza giriblər. Sənin, mənim, onun, ən başlıcası isə dövlətin. Elə buna görə də paylarını, daha doğrusu cəzalarını almalıdırlar.